O günlər bu misvak haqqında paylaşım elədim. Yəni kimisə damağında boşluq varsa, damaqları qanayırsa, yəni dişləri tökülürsə, yəni bundan işlətsin bir 10 gün falan effektini görəcəksiniz. İndi orada bir babat maraq yarandı. Kimsə soruşdu hardan alırsan falan. Bu əxilərin dediyi o ət dükanı var, ət satan. Adətən oradan alıram, amma cümə günləri məscidlərin qabağında da olur. Bir də bunun istifadə qaydası, bax, belə çəkim. Bu belə işlətdikcə cibində bilirsən quruyur. İndi kimsə cibdə işlətmirsə, evdə işlədirsə, onu rahatçılıqla, buradan telefon tutun, onu rahatçılıqla suyun içinə qoya bilər. Məsələn, bir stəkan qoysun, suyun içinə qoysun, orada həmişə nəm qalacaq. Hər dəfə dişimizi ondan təmizləyin. Bir də bunun qalınları olur, biraz qalınlar olur. Qalınlarını aldığında biraz diş təmizləmə olur, ağzını bıçaqla belə kəsib, şotka kimi, yəni şotkaya bənzədə bilərsiniz. Sonra onu elə ondan sonra istifadə edin. Belə.